Nə olacaq ya Rəbbəl aləmin? Və mən yəqtərif həsənətən. Əhl-i beyt sevgisi həsənədir. Yaxşı, ayə deyirəm asla. Və mən yəqtərif həsənətən nəzid ləhu fiyha xusna. Bu məhəbbəti əldə edin, günbəgün məhəbbətinizi artıraram. Günbəgün Hüseyni olan eşqimi artıraram. Peyğəmbər olan məhəbbəti artıraram. Və sonrasına baxın. Ayə necə bitir? İnnəllaha xafurun şəkur. Mən çox təşəkkür edirəm Allahım. Nə mesajdır? Yəni, əhl-i beyt sevgisi olan bir yurt, yer və məkan Allah deyirsə, çox təşəkkür edəcəm. Siz ki, əhl-i beyt bu qədər sevirsiniz, əhl-i beyt bu qədər qoruyursunuz, bu qədər məhəbbətiniz var. Görün, mən sizə nə qədər təşəkkür edəcəm. Vallahi bilirsiniz. Mən sizə çox təşəkkür edəcəm. Yaxşı. İkinci məsələ. Əgər bir insan ilahi, insani, mənəvi dəyərlər üçün çalışsa, ki, cəmiyyətdə bu ilahi dəyərlərin, insani dəyərlərin, ali dəyərlərin olsun, yayılsın, cəmiyyət hidayət olsun, saadətə qovuşsun, Allah deyim, mən sənə çox təşəkkür edəcəm. Ayə baxın. Sümmə əvrəsnəl kitab, əlləzinə istəfəynə min ibadina və minhum zalimun li nəfsih və minhum muqtəsid və minhum sabiqun bil xeyrat. Deyir, mən kitabı göndərdim, səmavi kitabı. Bir qrup insanlar ona sahib çıxdılar. O sahib çıxanların vəsi biraz günahı da var idi. Zalimun li nəfsihi. Günahı da var, amma çalışırdı ki, cəmiyyətə faydası olsun. Və minhum muqtəsid. Bir qrup vardı, orta yol tutmuşdu, maşallah. Tutublar, gedirlər. Bir qrup var, minhum sabiqun bil xeyrat. Öndə olanlardır. Olan barzımız əhl-i beytdir. Bunlar kimdir? Bunlar varislərdir, əvrəsna. Neyniblər? İlahi dəyərlərə varis çıxıblar, sahib çıxıblar. Allah axıra deyir ki, zalikə huvəl fəzlul kəbir. Bu böyük fəzlidir əslində sizə. Allahın sizə lütfüdür ki, neynə bilirsiniz? Bunu cəmiyyət çatdırırsınız. Sonra orta bir ayə deyir, sonra gəl çatır bir yedi. Və qalu əlhamdülillahilləzi əzhəbə ənəl həzən. Bunlar o kəslərdir ki, inşallah cənnətə gələcəklər və cənnətə girən kimi deyəcəklər, əlhamdülillah. Hüznümüzü apardı, kədərimizi apardı. Axırı bir də İnnə Rəbbənə ləğafurun şəkur. Mən çox təşəkkür edirəm Allahım. Həm cənnətdə eləyəcəm, həm dünyada. Niyə? Çünki cəmiyyət dərdin olub, din dərdin olub. Bəşəriyyəti düşünmüsən.